Salam dəyərli müəllimlər, bugün sizlə birlikdə Azərbaycan dilindən bəzi hissələrin testlər üzərində izahına baxacağıq. Bu tipli testlər bizim qarşımıza həm sertifikasiya imtahanında, həm də müəllimlərin işə qəbul imtahanında çıxa bilər. İzahdan öncə bir şey xatırlatmaq istəyirəm. Bilirsiniz, imtahana artıq az müddət qalıbdır. Bizlə proqramı bitirmək istəyirsinizsə, aşağıda akademiyamızın nömrəsini qeyd edirik. Həmin nömrəyə yazıb qeydiyyatdan keçib dərslərimizdə iştirak edə bilərsiniz. İndi isə başlayırıq testlərimizin izahına. Birinci sualda bizdən soruşur ki, hansı sözlərdəki fərqləndirilmiş hissə sözün quruluşca növünü dəyişməyib? Baxın, sözün quruluşca növünü dediyinə görə biz fikir verməliyik nəyə? Bilirsiniz ki, variantlarda, yəni seçim hissələrində fərqləndirilmiş şəkilçilər leksik ola bilər və həmin şəkilçilər sözün nitq hissəsini də dəyişə bilər. Yəni, leksik şəkilçi sözün nitq hissəsini dəyişə bilir. Amma nitq hissəsinin dəyişib-dəyişməməsi məsələsi bizim üçün önəmli deyil. Şərtə uyğun olaraq sözün quruluşca növünün dəyişib-dəyişməməsi məsələsinə fikir verməliyik. Gəlin birdən başlayaq. 5C. C burada nədir? C burada ədatdır. Yəni, təsir gücünü artırır. Necə? Məsələn, deyir ki, 5 kitab, bir də var deyir ki, 5C kitab. Yəni, C orada ədatdır. Ədat sözün quruluşca növünü dəyişərmi? Dəyişməz. Demək ki, C burada ədatdır və köməkçi nitq hissəsi də sözün quruluşca növünə təsir etmir. Demək ki, sözün quruluşca növünü dəyişməyibdir. Biri götürürəm. İndi baxırıq 2-yə. Sözün kökü türkdür. Türk isimdir. İsim. Türkçədə burada cacə zərf yaradır. Zərf. Qeyd dəftərinizə qeyd edin. Dillərin üzərində cacə şəkilçisi varsa, həmin şəkilçisi zərf yaradır. Məsələn, ingiliscə, türkcə, almanca, rusca, həmin o cacə zərf yaradan leksik şəkilçidir. Baxın, isimdən zərfə dəyişdi. Seçimi götürəkmi? Bu seçimi götürəcəyik. Nəyə görə götürəcəyik? Çünki burada nitq hissəsinin dəyişib-dəyişməməsi məsələsinə fikir vermirik. Əsas məsələ nədir? Sözün quruluşca növü dəyişib ya dəyişməyibdir. Fərqləndirilən hissə cacə hissəsidir. Bu cacə şəkilçisi artırılmasaydı nə baş verərdi? Türk sözü sadə söz olardı, çünki yalnız kökdən ibarət sözdür. Lakin cacə şəkilçisini artırmaqla leksik şəkilçi sözə qoşuldu və beləcə söz oldu sadədən düzəltməyə dəyişdi. Yəni, söz oldu düzəltmə. Demək ki, sözün quruluşca növünü dəyişdi. Ona görə 2-ni götürməyəcəyəm. 2 olan variantları çıxıram. Və 2 variant arasında qalırıq. Demək, türkcə sözündə sözün quruluşca növü dəyişdi. Bir daha deyirəm, türk sözün köküydür, düzdürmü? Fərqləndirilmiş hissə sözün quruluşca növünü dəyişirmi? Bəli, dəyişir. Yəni, türk sadə sözüdür. Cacə şəkilçisini artırmaqla o sözü düzəltmə elədiksə, demək ki, sözün quruluşca növü sadədən düzəltməyə dəyişdi. Bu dəyişir. Bizə lazımdır ki, dəyişməyən olsun. Baxırıq 3-ə. Açmaq feilindən açıq sifəti yarandı. Açıq sifətindən də açıqlıq ismi yarandı. Yəni, sözün kökü feildir və feildən sifət yaranıbdır, sifətdən də isim yaranıbdır. Fikir verirsinizsə, nitq hissəsi hər dəfə dəyişilir. Lakin fərqləndirilmiş hissə lıq hissəsidir. İndi bu lıq hissəsi sözün quruluşca növünü dəyişirmi, dəyişmirmi? Gəlin baxaq. Açıq sözü baxırıq. Söz düzəltmədir. Və buna mən lıq, yəni fərqləndirilmiş o şəkilçini əlavə etsəm, sözün quruluşca növü dəyişməyəcək. Nəyə görə dəyişməyəcək? Onsuz da söz düzəltmədir. O sözə leksik şəkilçisi artıranda da düzəltmə olaraq qalır. Deyə bilərsiniz ki, müəllim, axı orada ıq şəkilçisi var. Iq şəkilçisi, yəni at sözü, sadə sözüdür, ığı artırmaqla düzəltmə söz yaratdıq. Orada görün, ıq şəkilçisini fərqləndiribmi? Iq şəkilçisi fərqləndirilməyibdir. Orada fərqləndirilən şəkilçisi lıq şəkilçisidir. Və lıq şəkilçisini artırsam da, artırmasam da, açıq sözü açmaq feilindən açıq sifəti yaranıbdır. Yəni, sözün tərkibində leksik şəkilçisi var. Söz özü düzəltmədir. Lıq şəkilçisini artırmaqla o söz yenə düzəltmə olaraq qalır. Sözün quruluşca növü dəyişmədir. Ona görə 3-ü də götürürəm. Əgər siz şərti yanlış başa düşüb, nitq hissəsinin dəyişib-dəyişməməsi məsələsinə fikir versəydiniz, onda bu variantı götürməyəcəkdiniz. Nəyə görə? Çünki açıq sifətdir, açıqlıq isimdir. Deyəcəydiniz ki, nitq hissəsi dəyişilibdir. Yəni, sifətdən isim yaranıbdır. Ona görə bunu götürmürəm. Yəni, bizə lazım daha dəyişməyib, burada dəyişib, nitq hissəsi dəyişib. Ona görə bunu götürmürəm. Yanlışlıq eləyəcəydiniz. Nəyə görə? Çünki nitq hissəsinin dəyişib-dəyişməməsi məsələsi önəmli deyil. Sözün quruluşca növünün dəyişib-dəyişməməsi məsələsinə fikir veririk. Onu da burada izah etdim.
Yəni nitq hissəsi dəyişsə də sözün quruluş növü dəyişmir. Demək ki, 3-ü də götürürük. Baxırıq meydançada. Sözün kökü meydandır və ça leksik şəkilçidir, fərqləndirilmiş şəkilçidə çadır. Da qrammatikdə aydın məsələdir. Meydan isimdir, meydança da isimdir. İndi fikir verin, nitq hissəsi dəyişirmi? Dəyişmir, olduğu kimi qalıb. Bundan işimiz yoxdur, yenə də deyirəm. Amma sözün quruluş növünə təsir eləyirmi? Bəli, eləyir. Necə təsir eləyir? Bu söz sadə sözdür, sadə. Və bu sözə ça şəkilçisini artırmaqla düzəltmə söz yaratmış olduq. Demək ki, sözün quruluş növü dəyişdi. Bizə lazımdır dəyişməsin. Ona görə 4-ü də çıxıram. Sözün kökü yormaq feilidir. Yormaq feilindən yorğun sifəti və yorğunluq ismi yaranıbdır. Nitq hissəsi dəyişilir. Yenə də deyirəm, bu məsələyə fikir vermirik. Leksik şəkilçi sözün quruluşunu dəyişir, dəyişmir. Buna baxırıq. Bu söz onsuz da düzəltmədir. Yorğun sözü düzəltmədir. Tərkibində leksik şəkilçi var. Luk şəkilçisini artırmaqla da biz o sözü düzəltmədən düzəltməyə çevirdik. Yəni, heç nə dəyişmədi. Yəni, yazıram, yorğunluq. Düzdürmü? Bu sözün kökü yormaq feilidir. Yorğun sifəti yarandı. Söz düzəltmədir. Fərqləndirilmiş şəkilçi də luk şəkilçisidir. Luk şəkilçisini bu sözü artırsam da, artırmasam da bu söz onsuz da düzəltmədir. Luk şəkilçisini artıranda da yenə düzəltmə olaraq qalır. Demək ki, sözün quruluş növü dəyişmir. Yəni, düzəltmədən düzəltməyə keçir, heç nə dəyişmir. Ona görə 5-i də götürürəm. Yəni 1, 3, 5 mütləq şəkildə variantlarda olmalıdır. İndi gəlirik çəkisizlik sözünə. Sözün kökü, gəlin bu hissəni fərqləndirək, silək. Demək, çək sözün köküdür. Çək sözündən çəki sözü yaranır. Bir şeyi çəkirsən ki, çəkisi əmələ gəlir. Çəkisiz, çəkisizlik. Burada iki şəkilçi fərqləndirilibdir. Siz və lik şəkilçiləri. Yəni, bu şəkilçilərin heç bir əhəmiyyəti yoxdur. Sözün quruluşuna təsir göstərməyəcəklər. Nəyə görə? Əgər sözün kökünü çəki kimi düşünsəniz, o zaman təsir eləyərdi. Yəni, adətən müəllimlər bu sözü çəkisizlik. Adətən bu sözün kökünü çəki götürürlər. Amma bu sözün kökü çəki deyil. Bu sözün kökü çəkdir. Dilimizdə çək sözü varmı? Bəli, var. Çəklə çəki arasında yaxınlıq varmı? Məna yaxınlığı? Bəli, var. Çəkməkdən çəki yaranarmı? Bəli, yaranar. Yəni, bu söz düzəltmə sözdür. Onsuz da bu fərqləndirilməyən hissəyə qədər çəkməkdən çəkidir. Düzəltmə sözə də biz leksik şəkilçilər qoşsaq da yenə də düzəltmə olaraq qalır. Yəni, sözün quruluş növü dəyişmir. Demək ki, altını da götürürəm. Yəni, doğru cavab olur E variantı. Yəni, bu tipli test tapşırıqlarında şərtdə diqqətli olmalısınız. Şərtdə desəydi ki, nitq hissəsi dəyişir. İndi bu tipdə də qabağınıza çıxa bilər ki, qarşınıza çıxa bilər ki, fərqləndirilmiş hissə sözün, belə deyək də, aid olduğu nitq hissəsini dəyişir. O zaman nitq hissəsinin dəyişib-dəyişməməsi məsələsinə diqqət yetirə bilərdiniz. Lakin mövcud vəziyyətdə sözün quruluş növünün dəyişib-dəyişməməsi məsələsini deyirsə, o zaman siz fikir verməlisiniz, həmin artırılan şəkilçi sözə necə təsir edir. Yəni, düzəltmədirsə, onu artırılanda yenə düzəltmə olaraq qalırsa, artıq demək ki, təsir göstərməyibdir. Yox, söz sadədirsə, ona leksik şəkilçi artırırıqsa, o düzəltmə olursa, demək ki, quruluş növünü dəyişir. Yox, sözün kökü var, onu qrammatik şəkilçi əlavə edirik, yəni fərqləndirilmiş şəkilçi deyək ki, qrammatik şəkilçidir, yenə də quruluş növünü dəyişməyəcək. Çünki qrammatik şəkilçili söz sadə söz olur və qrammatik şəkilçisi sözün nitq hissəsini və eyni zamanda quruluşunu dəyişmir. Yəni, sadədirsə elə sadə olaraq da qalır. Doğru cavab oldu E variantı. Keçək 2 nömrəli test tapşırığına. Elə 2 nömrəli test tapşırığı da kifayət qədər maraqlı test tapşırığıdır. Yanlış fikirlər lazımdır. Yanlış fikirlər. Gəlin baxaq. Ağlayan və güləyən sözləri antonimlərdir. Biz qeyd etmişik ki, antonimlər bir-birinə əks olan sözlərdir, yəni əks mənalı sözlərdir. Lakin bu demək deyil ki, məzmununda əks məna olan bütün sözləri biz antonim hesab edək. Antonimlərin ikinci əsas şərti məna taylarının hər ikisinin, deyək ki, 2 söz verilibsə, hər ikisinin eyni bir nitq hissəsinə aid olması da vacib şərtlərdən biridir. İndi gəlin baxaq. Sözün kökü burada nədir? Ağla. Y bitişdiricidə an da feili sifət şəkilçisidir, düzdürmü? Ağ sözün kökü ola bilməz, çünki ağla ağla arasında yaxınlıq yoxdur. Sözün kökü güldür, ağan əyən də leksik şəkilçidir. Bu sözümüzün tərkibində an feili sifətin şəkilçisi var. Yəni, bu söz feili sifətdir.
Feili sifət hansı nitq hissəsidir? Təbii ki, feilin təsriflənməyən formasıdır, yəni feildir. Feil. Tərkibində sifətin xüsusiyyəti olsa da nitq hissəsi baxımından feildir. Güləyən hansı nitq hissəsidir? Ağan, əyən sifət yaradır. Güləyən insan, necə insan? Burada sifətdir. Yəni burada ən şəkilçisi deyil, əyən şəkilçisidir. Eyni zamanda əgər bunu tapa bilmirsinizsə, biz bir qayda demişdik. Ma inkar şəkilçisini artırın. Ağlayan körpə, ağlamayan körpə deyə bilirəm. Yəni birinci sözə uyğun deyə bilirəm, amma ikinci sözə baxaq. Güləyən sözünə gülməəyən deyə bilmirəm. Düzdürmü? Gülməəyən. Bu formada demək olmur. Amma əks mənası, yəni antonimi ola bilərdi ki, gülən. Gülən. Baxın, gülən sözü olarmı? Bəli, olar. Sözün kökü güldür, ən də feili sifətin şəkilçisidir. Bu ənlə bu an eynidir. Yəni feili sifətin şəkilçisidir və məzmunlarında əks mənalılıq var. Ağlağan, güləyən. Daha doğrusu gülən. İndi gülənlə ağlayan sözləri bir-biri ilə antonimdir, amma güləyən sözü antonim deyil, çünki nitq hissəsi fərqlidir. Sifətlə feil bir-biri ilə antonim olmur. Ya hər iki məna tayları sifət olmalıydı, ya da hər iki məna tayları feil olmalıydı ki, o sözlər antonim olsun. Yanlış fikir dediyinə görə elə biri götürürəm. Bir olmayan variantları çıxıram və iki variant arasında qalıram. Tərkiblərində bir olduğu üçün. İndi baxırıq ikinci seçimə. Şərik və ortaq sinonimlərdir. Bəli, şərik olmaq və yaxud da ortaq olmaq, yəni bunlar hər ikisi bir-biri ilə sinonimdir. Yəni hər ikisi nitq hissəsi baxımından da sifətdir. Şərik də sifətdir, ortaq da sifətdir. Və məzmun baxımından da bir-birinə yaxın mənalı sözlərdir. Demək ki, bu fikir doğrudur. Bizə yanlış fikir lazımdır. Çöhrə, sürət sinonimdirlər qeyd olunubdur. Bu surət sözü ilə ola bilər ki, qarışdırırlar. Yəni surət sözü başqa şeydir. Sürət maşının sürəti, getdiyimiz o sürət bu mənada. Surət isə onun görüntüsü, xarici görkəmi bu anlamdadır. Demək bu sözlər bir-birinə sinonim olmayacaq. Yanlış fikir dediyinə görə 3-ü də götürürəm və doğru cavab olur A variantı. 4-ə baxırıq, tezis və tər. Bu iki söz termindir. Bəli, bu fikir doğrudur. Tezis termini təbii ki, Azərbaycan dilində rast gəldiyimiz bir termindir. Tezis geniş mülahizənin qısa ifadəsinə deyirlər. Vətər isə riyaziyyata aid olan bir termindir. Yəni, çevrənin ixtiyari iki nöqtəsini birləşdirən düz xətt parçası da vətərdir və bu da riyaziyyata aid olan bir termindir. Yəni, hər ikisi termindir. Bu fikir doğrudur. Doğru cavab olur 1 və 3. 3 nömrəli test tapşırığına baxırıq. Bütün hal şəkilçilərindən əvvəl bitişdirici samit işlənməsi tələb olunan sözləri müəyyən edin. Variantda seçimlərdə bir neçə söz verilibdir. Həmin sözləri hallar üzrə dəyişib, bitişdirici samit artırılır, artırılmır. Bu məsələyə diqqət yetirəcəyik. Ondan öncə isə şərtə diqqət yetirmək lazımdır. Bütün hal şəkilçiləri deyir. Təbii ki, adlı haldan söhbət getmir, digər hallardan söhbət gedir. Çünki adlı halın xüsusi şəkilçisi yoxdur. Bütün hal şəkilçiləri, yəni yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq hal şəkilçilərindən əvvəl bitişdirici samitin işlənib işlənməməsi məsələsinə fikir verməliyik. Gəlin qohumu sözünü hallar üzrə dəyişək. Qohumu. Bu adlı hal. İndi bunu yiyəlik halda yazaq. Qohumunun. Qohumuna. Qohumunu. Qohumunu. Qohumunda. Qohumundan. Baxın. Qohumu sözü yerində. Qohumu sözü un yiyəlik hal şəkilçisi və özündən əvvəl n bitişdiricisi. Qohumu sözü yerində yönlük hal şəkilçisi A, əvvəlində n bitişdiricisi. Qohumu sözü yerində U təsirlik hal şəkilçisi, ondan da əvvəl n bitişdiricisi. Qohumu sözü yerində yerlik hal şəkilçisi və ondan əvvəl n bitişdiricisi. Qohumu sözü yerində çıxışlıq hal şəkilçisi və əvvəlində n bitişdiricisi. Demək ki, təbii ki, adlı hal istisna olmaqla, çünki adlı halın şəkilçisi yoxdur. Bütün hal şəkilçilərindən əvvəl bitişdirici samitin işlənməsini tələb edən sözdür. Ona görə biri götürürəm. İndi baxırıq 2-yə. 2-də o sözü verilibdir. Gəlin görək, o olarmı, yoxsa olmazmı?
Deyirəm ki, o, onun, daha sonra ona, onu, onda, ondan. İndi baxaq. Adlı xal heç. Yərlik xal şəkilçisi əvvəlində n bitişdiricisi. Yönlük xal şəkilçisi əvvəlində n bitişdiricisi. Təsirlik xal şəkilçisi əvvəlində n bitişdiricisi. Yerlik xal şəkilçisi əvvəlində n bitişdiricisi. Təbii ki, o sözüdür də. Yəni, burada fikir verin, o sözü verilibdir. Çıxışlı xal şəkilçisi əvvəlində n bitişdiricisi. Demək ki, bütün hal şəkilçilərindən əvvəl bitişdirici samit tələb eləyir. Ona görə 2-ni də götürməliyəm. 1-2 olmayan variantları çıxsaq, 2 variant arasında qalacaqıq. Mənbə sözü. Gəlin mənbə sözünü hallar üzrə dəyişək. Yazıram ki, mənbə adlı halda, daha sonra yərlik halda mənbənin, mənbəyə, mənbəni, mənbədə, mənbədən. İndi fikir verin. Adlı xalla yenə də işimiz yoxdur. Yərlik xal şəkilçisi mənbə sözü arasında da n bitişdiricisi. Mənbə sözü yönlük hal şəkilçisi əvvəlində y bitişdiricisi. Fərqi yoxdur da, yəni y, n, s bitişdirici samitlərdən söhbət gedir. Burada yenə mənbə sözü i təsirlik hal şəkilçisi əvvəlində n bitişdiricisi. Mənbə sözü amma d yerlik hal şəkilçisindən əvvəl bitişdirici samit yoxdur. Mənbə sözü çıxışlı hal şəkilçisindən əvvəl bitişdirici samit yoxdur. Demək ki, bütün hallarda bütün hal şəkilçilərindən əvvəl bitişdirici samit tələb etmir. Yəni, 2 dənə sözdə bitişdirici samit gəlmədi. Yəni, 2 hal şəkilçisindən əvvəl bitişdirici samit gəlmədi. Demək ki, bütün hal şəkilçilərindən əvvəl bitişdirici samit tələb etməyən sözdür. Ona görə 3-ü variantlar sırasından çıxarıram. Keçirik indi 4-cü sözümüzə. Bərdə sözü. Gəlin lövhəni təmizləyək. Elə çıxışlıq hal və yerlik halda işlədək. Məsələn, bərdədə, bərdədən. Fikir verin, bərdə sözü çıxışlıq hal şəkilçisindən əvvəl yoxdur. Bərdə sözü yerlik hal şəkilçisindən əvvəl də bitişdirici samit yoxdur. Demək ki, bu söz bütün hallar üzrə bütün hal şəkilçilərindən əvvəl bitişdirici samit tələb etmir. Bərdə sözü adlı haldadır. Bununla işimiz yoxdur. Yazıram ki, bərdənin, bərdəyə, bərdəni. Baxın, yerlik hal şəkilçisindən əvvəl n bitişdiricisi var. Yönlük hal şəkilçisindən əvvəl y bitişdiricisi var. Təsirlik hal şəkilçisindən əvvəl n bitişdiricisi var. Amma yerlik və çıxışlıq hallarda, yəni hal şəkilçilərindən əvvəl bitişdirici samit tələb etməyən sözdür. Ona görə bu seçimi variantlar sırasından çıxarmalıyıq. Daha sonra baxırıq, demək, eləsi sözünə. Gəlin, eləsi sözünü hallar üzrə dəyişək. Eləsi adlı halda, daha sonra eləsinin, eləsinə, eləsini, eləsində və eləsindən. İndi fikir verin, adlı halla yenə də işimiz yoxdur, çünki şəkilçisi yoxdur. Eləsi sözü in yerlik hal şəkilçisindən əvvəl n bitişdiricisi. Eləsi sözü yönlük hal şəkilçisindən əvvəl n bitişdiricisi. Eləsi sözü təsirlik hal şəkilçisindən əvvəl n bitişdiricisi. Eləsi sözü yerlik hal şəkilçisindən əvvəl n bitişdiricisi. Eləsi sözü çıxışlıq hal şəkilçisindən əvvəl n bitişdiricisi. Demək ki, bütün hal şəkilçilərindən əvvəl bitişdirici samitin işlənməsini tələb edən sözdür. Ona görə 5-i də götürürəm. Yəni 1, 2, 5 doğru cavab olur A variantı. Oxucu sözü və yolçu sözlərini də hallar üzrə dəyişək və baxaq görək hansı hallar baş verir. Nə baş verir? Yazıram oxucu. Oxucu.
Və bunu hal üzrə dəyişsəm, hallar üzrə dəyişsəm, oxucunun, oxucuya, oxucunu, oxucuda, oxucudan. İndi gəlin fikir verək. Adlıq haldır, bununla işimiz yoxdur. Yerlik hal şəkilçisi sözümüz və bitişdirici n samiti. Oxucu sözü yönlük hal şəkilçisi, bitişdirici y samiti. Oxucu sözü təsirlik hal şəkilçisi, n bitişdirici samit. Oxucu sözü yerlik hal şəkilçisi, bitişdirici samit yoxdur. Oxucu sözü çıxışlıq hal şəkilçisi, bitişdirici samit yenə yoxdur. Demək ki, bu iki sözdə olmadığına görə altını da götürə bilmirəm. Sonra yolçu sözünü gəlin dəyişək. Yazıram ki, yolçu. Yolçunun, yolçuya, yolçunu, yolçuda, yolçudan. İndi gəlin fikir verək. Adlıq haldadır. Burada n bitişdiricisi var, y bitişdiricisi var, n bitişdiricisi var. Amma bu iki sözdə hal şəkilçilərindən əvvəl bitişdirici samit yoxdur. Demək ki, ona görə də bu variantı da, bu seçimi də götürə bilmərik. Doğru cavab oldu 1, 2, 5. İndi isə keçək 4 nömrəli test tapşırığına. Fonetik təhlillə bağlıdır. Gəlin görək nə istəyir. Maddələr dövranı birləşməsinin fonetik təhlili ilə bağlı doğru fikirləri müəyyən edin. Baxın, burada aslı və ya əsas tərəfi fərqləndirmədi. Yəni, hər iki sözün fonetik təhlili ilə bağlı məqamlara diqqət yetirməliyik. Gəlin baxaq. İlk növbədə maddələr sözünə fikir versək, burada A saiti uzun tələffüz olunur. Maddələr, yəni A saiti uzun tələffüz olunur və sözün kökünün tərkibində qoşa D samiti yanaşı gəlirsə, elə qoşa D kimi də qalır. Yəni, bu sözün deyilişi ilə yazılışı arasında fərqli məqam yoxdur. Qeyd dəftərinizdə qeyd edə bilərsiniz, sait uzanması fərqli məqam hesab olunmur. Lakin əgər transkripsiyada uzun tələffüz göstərilməyibsə, o söz yanlış tələffüz edilmiş hesab edilir. Dövranı sözündə də ov-öv birləşməsində hər hansı bir fərq yaranmır, yəni səs düşümü hadisəsi baş vermir. Bu söz elə dövranı sözü olaraq da qalır. İndi gəlin baxaq. Aslı tərəfdə bir kar, 4 cingiltili samit səsi işlənmişdir. Baxın, aslı tərəf dediyinə görə baxırıq birinci tərəfə. Birinci tərəfimiz maddələr sözüdür. Maddələr sözündə m cingiltili samitdir. Kar və cingiltili samiti tapan zaman, samitləri tapan zaman sözün düzgün tələffüzünə fikir verməliyik. Yazıram ki, maddələr. Bu sözün düzgün tələffüzü bu formadadır. M cingiltili samitdir, D cingiltili samitdir, D cingiltili samitdir, L cingiltili samitdir, R da cingiltili samitdir. Yəni, bu variantı ona görə verilib ki, ola bilər ki, düşünəsiz ki, maddələr, yəni T-D əvəzlənməsi, D-T əvəzlənməsi formasında, amma bu düzgün olmayacaqdır. Nəyə görə olmayacaqdır? Çünki kökün tərkibində qoşa D samiti elə olduğu kimi qalır. Əgər desəydi ki, məsələn, azaddır. İndi fikir verin. Sözün kökü azad sözüdür. Dır da burada nədir? Şəkilçidir. Şəkilçi ilə kökün qovşağında olan qılarda, bəli, o fərq baş verə bilər. Azaddır. Yəni, D-T əvəzlənməsi baş verə bilər. Amma maddə sözün köküdür. Axı, kökün tərkibində qoşadılar var. Baxın, maddə sözünün kökünün tərkibində qoşadılar var. Həmin dılar fərqli tələffüz edilmir. Ona görə A variantı doğru fikir ola bilməz. Əsas tərəfdə, gəlin qələmi fərqləndirək. Əsas tərəfdə D, V, R, N cingiltili samitləri işlənmişdir. Gəlin baxaq. Dövranı sözündən söhbət gedir. Əsas tərəf dövranı hissəsidir. Aslı tərəf bilirsiniz ki, birincidir, əsas tərəf də ikincidir. Dövranı sözü dövranı formasında tələffüz olunur. D samiti var, V da var, R da var, N da var. Bu fikir doğrudur. Elə doğru cavab olur B variantı. Həm əsas, həm də aslı tərəfdə açıq sait uzanmışdır.
Aslı tərəfdə A açıq saytı uzansa da, Ö saytı uzun tələffüz olunmur. Ona görə bu variantı da götürmürük. Əsas tərəfdə səs düşümü var. Əsas tərəf dövranı sözüdür, yəni ikinci sözdür. Orada da V samiti düşməyibdir. Demək ki, səs düşümü yoxdur. Birləşmənin tələffüzündə iki fərqli məqam var. Bu birləşmənin hər iki tərəfində fərqli məqam yoxdur. Birində səs uzanması hadisəsi var ki, bu da fərqli məqam deyil. Ona görə bunu da çıxırıq. Doğru cavab oldu B variantı. 5-ci suala baxırıq. Tələffüz formasında olan hansı sözlər iki nitq hissəsinin sualına cavab verə bilər? İki nitq hissəsinin sualına. Gəlin seçimlərə baxaq. Qocalar sözü. Qocalar sözünü biz sifət kimi düşünə bilərik. Yəni, qoca adamlar bu anlamda. Qocalar. Bu zaman sözün kökü olur qoca, lar qrammatik şəkilçisi olur. Və qoca başlanğıc forma sifətdir. Qocalar kim sualına cavab versə də bu isimləşməyə görədir. Yəni, bu söz sifətdir. Həm qoca sifətin sualına da cavab verə bilər. Eyni zamanda isimləşməyi nəzərə alsaq, isimin sualına da cavab verir. Qocalar kim? Bir də bu sözü düşünürük. Qocalar. Qoca sözün köküdür. Qocal, nə et? Burada leksik şəkilçisi olur. Məsələn, hansısa insan qocalar, nə edər? Nə edər? Yəni, feilin sualına cavab verdiyinə görə, orada qrammatik, feilin sualına cavab verdiyinə görə ikili nitq hissəsi kimi düşünmək mümkündür. Ona görə biri götürəcəm. Sac sözü. Sac isimdir, amma ikinci mənası feil və ya digər nitq hissəsi olmur. Ona görə bunu çıxıram. 2 olan variantlar doğru cavab ola bilməz. Görüşdü sözü. Görüşdü sözünü də biz iki cür düşünə bilərik. Məsələn, deyirəm ki, bu görüşdü. Nədir? Görüşdür. Yəni, orada R samiti ixtisar olunmadan. Görməkdən görüş. Dür də xəbərli şəkilçisi. Görüşdü. Nədir? Bu anlamda isimdir. Digər mənası deyə bilərik ki, Əli bizimlə görüşdü. Görüşdü. Baxın, Əli bizimlə görüşdü. Görmək feilindən görüşmək və dü də şühudi keçmiş zamanı şəkilçisi. Görüşdü nə etdi? Feilin sualına cavab verir, yəni feildir. Demək, isim və feil kimi düşünüldüyünə görə üçü də götürməliyim. Və iki variant arasında qalmışdıq. Bir də mütləq olmalıdırsa, demək ki, A variantını çıxıram, çünki A variantında bir yoxdur. Doğru cavab C variantı olur. Çıxışlar sözünə gələk. Çıxışlar sözü, yəni çıxışlar isim formasında düşünülür, yəni başqa formada da düşünülmür. Ona görə 4-ü çıxıram. Onlarla sözü. Bu sözün düzgün yazılışı onlarladır. Onlarla düşünsək, o zaman, yəni əvəzli kimi düşünsək, o şəxs əvəzliyidir, cəm şəkilçisi və qoşma. Bir də deyə bilərik ki, onlarla, yüzlərlə bu anlamda say. Hər ikisinin tələffüzü onlarlandır. Yəni, onlarla şəxs əvəzliyi kimi düşünülə bilər. Onlarla, yəni o adamlarla bu anlamda əvəzlikdir. Əvəzlik. İkinci məna tayı isə onlarla, yüzlərlə, yəni say kimi düşünülə bilər. Hər ikisinin də tələffüzü onlarlandır. Yəni, ikili nitq hissəsi kimi düşünüldü. Onlarla demək, həm əvəzliyin sualına, həm də sayın sualına cavab verə bilir. Demək ki, 5-i götürürük. Doğru cavab olur C variantı. Dəyərli müəllimlər, son olaraq qeyd edeyim ki, siz bizim ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, o zaman 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Həmin nömrəyə yazmaqla dərs qruplarımız haqqında ətraflı məlumat əldə edib, eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Qeyd edeyim ki, sentyabr qruplarına artıq qeydiyyat davam edir. Artıq yüzlərlə müəllim bu qruplara qeydiyyatdan keçibdir. Müxtəlif qruplardır bunlar. Sertifikasiya dərs qrupları və müəllimlərin işə qəbulu ilə bağlı dərs qrupları. Və siz də elə gecikmədən qeyd etdiyim nömrəyə yazaraq qeydiyyatdan keçə bilərsiniz. Gələn videolarda görüşənə qədər hələlik.